ailə necə olmalıdır? İndi mən bu silsilədə nəsib olsa cümlələrdə bunlara toxunmalıyam. Və bir neçə dənə sizə ayə dedim, maraqlı ayələr. 1. وَجَعَلْنَا بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً. Bu ayəni düşün. مِيثَاقًا غَلِيظًا. İkinci bu ayəni düşün. زَوْجَيْنِ. Üçüncü bu ayəni düşün. Dördüncü ayə deyirəm indi sizə. Bu da məşhur ayədir. Belə deyək, eşidim üstə çoxları. Hunna libasun lakum və entum libasun lahunna. Həm qadınlar sizin libasınızdır, həm siz onların libasısınız. Libas. Xanım kişinin libasıdır, kişi xanımın libasıdır. İndi bu ayə nədir? Nişanədir, işarədir ki, biraz düşün nə deməkdir libas? Paltarın funksiyaları nədir? Paltarın birinci xüsusiyyəti nədir? İnsanı qoruyur. Nədən qoruyur? İstidən, soyuqdan qoruyur. Paltarın birinci xüsusiyyəti budur da. Qoruyur. İnsanı soyuqdan qoruyur. Biraz qalın giyinsən elə soyuqdan qorunursan. Yaxşı, qorunmaqdır xüsusiyyəti. Örtünməkdir xüsusiyyəti. Paltarın xüsusiyyəti çılpaqlıq deyil ki, örtünməkdir. Hifz edir, qoruyur. Yəni qadın sən kişini qorumalısan, kişi səni qorumalıdır. Mənəvi xətərlərdən bir digərinizi qorumalısınız. İnhirafdan, azğınlıqdan bir digərinizi qorumalısınız. Qadın da kişini qorumalıdır, kişi də qadını qorumalıdır. O da sənin libasındır, sən də onun libasısan. Dinin baxışı, nə gözəl. İkinci xüsusiyyəti paltarı nədir? Səttarlıqdır da, insanın eyblərini örtür də. İndi qolunda bir ləkə varsa, paltarı giyindin, ləkə görünmədi. Yaxşı, səttarlıq. Yəni qoruyun bir-birinizin eyblərini.